Salam əziz kinomanlar, kinosevərlər. 10-cu buraxılışımızda xoş gördük sizi. Mən və qardaşım Arif yenidən sizlə bərabərik və bugün də maraqlı bir buraxılışımız olacaq. Hər kəsə salamlar. Bugünkü buraxılışımız bizim əziz və dəyərli uşaqlarımız, yeniyetmələrimiz üçün nəzərdə tutulmuş kontentdən, filmlərdən, animasiya filmlərindən, cizgi filmlərindən ibarət olacaq. Bir balaca retroya da dalacağıq, bir balaca da müasir dövrdən də bir şeylər deyəcəyik inşallah. Nəsə yadımızdan çıxmaz yəqin ki, yadımızdan çıxsa da qabaqda danışarıq. Buyur Hüseyn abi. İstədim birinci öz cizgi filmlərimizdən başlayaq. Buyur. Ən populyarından istəyərdim ki, necə deyərlər, keçid alaq, başlayaq. O Tıxtı xanımdır. Tıxtı xanım Azərbaycan cizgi filmi sahəsində bəlkə də ən çox baxılan və ən çox sevilən cizgi filmidir. Musiqisi bir tərəfə, Ramiz Mirişlinin səhv eləmirəmsə, hətta orada məşhur mahnı var, onda mətnin müəllifi Ramiz Rövşəndir. İfası səhv eləmirəmsə deyəsən, səhv olsa, üzrlü sayəsində Flora Kərimova deyəsən oxuyub, səhv eləmirəmsə oxumayıb, hə? O, mən də bu yaşıma qədər elə bilirdim ki, Flora Kərimova oxuyub. Bu yaxınlarda öyrəndim ki, sən demə, Sevil qrupu var ya, vokal instrumental ansambl. Onun ilk yaranan vaxtlarındakı solistkalarından biri oxuyub. Xanımın adı yadımdan çıxıb, səhv deyərəm, birdən düzgün çıxmaz. Amma bu yaxınlarda özünün intervyusunda gördüm mən bunu. Yəni, niyəsə hamımız elə bilirdik Flora Kərimova oxuyub. Bəs sənin fikrin necədir bu cizgi filmlə bağlı? Sən də uşaqlıqdan baxmısan da buna. Ən gözəl cizgi filmlərindən biridir. Xan evinə gedərsən, Sıçan bəyə deyərsən. Orada çox maraqlı nüanslar var. Yəni, bu göstərir ki, nə qədər paxıl bir qurtlu qurt deyək də belə. Dost olmağı bacarmır, amma özünə dost axtarır. Sən özün bir dost olmağı bacar, sonra bir dost axtar da özünə. Yəni, ona görə də qabağına özü kimi adamlar çıxır birinci. Çoban, o birisi adam dördüzdür, tülki. Sonra da gəlir qabağına xeyirxalq sıçan çıxır. Egoist adam şeydir də. Besinə, egoist adam. Görmürsən, daş batanda şey eləyir ki, yox, mən səndən küstərəcək. Bir küstərəcək, onda Mən də sənə quyruq göstərəcək. Tıxtı xanımda ən çox xoşuma gələn bir dənə şey Ramiz Mirişlinin musiqisidir. Ramiz Mirişlinin musiqisi Vaqif Mustafazadənin aranjmanında əsasən də. Fikir vermirsən orada onun triosu hiss olunur. əməlli hiss olunur, caz üslubunda filan. Yəni Ramiz Mirişlinin mən bilən Vaqif Mustafazadənin ilk və yeganə tandemi deyil o. Alma bənzərdə də həmçinin var. Yəni çox gözəl səslənir onun. Baxdım özgəyə, qorxdum birdən gözləyir. Hə, elədir. O qədər keyfiyyətsizdir ki, tam olaraq Sözlər anlamaq olmur. anlaşılmır. Sözlər tam anlaşılmır, əfsuslar olsun ki. Amma yenə də həmin dövrdə bizim başqa da maraqlı animasiyalarımız var idi. Məsəl üçün meşəyə insan gəlir var idi. Biz balaca olanda yadındadır. Heyvanlar qorxurdu, qaçırdı. Sonra şey var idi. Xeyir və şər. Xeyir və şər. Xeyir və şər özdə səhv eləmirəmsə Həsən ağa Turabovun səsləndirməsində gedir orada şeir. Əvvəl başlayır, Çin qızı söylədi ki, növcavan, başqa bir şəhərə oldular rəvan, gəncin biri xeyir, birisi şərdir, onlar adları tək işlər görərdi. Nazim Məmmədov. Həm də ki, yeganə deməzdim, tək-tük cizgi filmlərimizdəndir ki, necə deyəm, o dövrün, indiki dövrdən dinlətsək, qrafikası yaxşıdır. Bəzən cizgi filmlərimizi o dövrdə görmüsən də, yəni məsələn Rusiyanın öz animasiyalarından, cizgi filmlərindən Sovet dövründə yerlə göy qədər fərqlənirdi. Daha baxımsız mı deyim, daha eybəcər yaradırdılar personajı. Fərqi yoxdur. Bəli, bizimkilər. Fərqi yoxdur, yəni müsbət bu qəhrəman olsun, mənfi tipaj olsun, fərq eləmir. Yəni o qədər də baxımlı eləmirdilər. Yəqin fikrimi tuta bildiniz. Animatordan animatora da fərq var idi. Məsəl üçün Xeyir və Şərin baxımlı olmağının səbəbi biraz bilsən necə o kölgə kuklaları olur ha. Pərdəni tutursan işə. Bax elə fason fiqurlarla. Qaragöz Hacivat kimi. Elə fason bir fiqurlarla elə bir yaradılıb o personajlar. Bundan da əlavə o musiqisi, Cavanşir Quliyevin yaratdığı musiqi. Fikir ver, ümumiyyətlə Cavanşir Quliyev tək o cizgi filminə yox, Çətin Məsələ adında cizgi filminə də musiqi yazıb, rejissor Əskər Məmmədov. Çox gözəl bir animasiyadır. Baxmamısansa bax. Bax, onun animasiyası Xeyir və Şərin animasiyasından fərqlidir. Bu karandaşla çəkilmiş animasiyadır. Orada məsələ nədir? Göstərir ki, balaca bir çobandır.
çıxır çəpişi ilə bir yerdə oynamağa. Oynayırlar. Elə qəşəng musiqi, Cavanşir Quliyevin musiqisi ümumiyyətlə aşıq xalq musiqisinə yaxındır. Fikir vermisən də ümumiyyətlə misal üçün Brilliantın mahnısı var deyə, əzizim yarım gilə, getmə gəl yarım gilə, saz musiqisi kimi. Yəni o musiqisində bir 70-80% aşıq yaradıcılığı yer tutur. Burada da eyni ilə saz havası ilə gedir. Birdən başlayırlar bunlar tapmaca ilə mahnı oxumağa. Mən bir bozqurda dönsəm, səni burdaca yesəm, de görüm bəs sən neynərsən, de görüm bəs sən neynərsən. Çəpiş də ona cavab verirsə, mən bir kəsəyən olub, qurduğun toru qırsam, de görüm bəs sən neynərsən. Çox qəşəngdir. Sual-cavab gedir. Sual-cavab gedir. Gəlir sonra da şey eləyir, çəpiş hələ də oynamaq istəyir, bu da işləməlidir, axı çobandır, otu şey eləyir orada, biçir eləyir ki, yəni bunun üçün yemək olsun. Gəlirdi ki, oynamaq istəyirəm, deyir, gəl belə eləyək, deyir, mən sənə deyir, bir dənə məsələ deyim, sən o həll eləyənəcə mən işimi görüm, sonra oynayaq. Deyir ki, məsələni də musiqi ilə verir. Deyir, çoban quzunu, bir şələ otu, bir də bozqurdu, deyir, Güraxan çaydan necə keçirsin, belə muğamatla özü də bir. Deyir ki, babını tapmaca. Elə tapyan ki, özlədir, nə deyir, qurd quzunu, nə də quzu otu yesin. Oturur, fikirləşir, tapa bilmir. Qabağına birdən qurd çıxır, deyir, sən yiyəcəm. Deyir ki, məsələni tapsan yiyərsən. Bu da başlayır ona oxumağa. Qurd da başlayır cığalçılıq eləməyə. Gəlir, çoban gör, bunlar didişirlər. Deyir, nə olub, neyi belə bilmirsiniz? Deyir, məsələni deyir, tapmışam, deyir ki, yox. Deyir, sən deyir, cığallıq edirsən. Deyir, nə var burada bu məsələ? Göstərir, bir-bir necə həll edir hamısını. Aparır, birini qoyur ora, birini götürür, birini qoyur, birini götürür. Məsələni həll edir. Çox qəşəng animasiyadır. Musiqisi də gözəldir. Yəni, eləncə animasiyalarımız bizim azdır. Onlardan biri, misal üçün, Humayun yuxusu. Bəlkə baxmısan? Tanış gəlir. Qız, belə dəcəl bir qız olur. 80-lərin axırına yaxın çəkilib bir balaca. Bax, orada Flora Kərimova oxuyur. Orada səhv eləmirəmsə, hətta musiqisi Rafiq Babayevundur. Çünki biraz belə kosmik bir musiqisi var. Uşağı anası yatızdırır. Otaqdan çıxan kimi anası durur ayağa, gelir, oyuncaqlarını qırır, incidir eləyir. Yatır yuxuda görür ki, oyuncaqları küsür bundan gedir. Bu da ayılır şeydir ki, yox, küsmin məndən şeylər. Çox qəşəng və mehriban bir animasiyadır. Azdır, əfsuslar olsun ki, azdır. Hal-hazırdakı animasiyanın vəziyyəti də ümumiyyətlə ürək açan deyil. Ümumiyyətlə ürək açan deyil. Nə bizdə, nə də dünyada. Dünyada heç olmasa azdan çoxdan çəkilir. O düzdür, razıyam. Amma yəni bax indi birazdan adlarını çəkəcəklərimizin yanında, yəni təsəvvür elə biz indi səninlə danışacağıq, məsəl üçün 80-lərin axırı, 90-lar, 2000-lərin əvvəli, onlar. İndiki 10 illikdə nə var? Mən deməzdim ki, belə möhtəşəm işlər var. Yəni azdır, çox azdır. Dünya üzrə. Dünya üzrə. Bizi mən keçdim. Yəni ən azından bizi ilə tərəziyə qoysan, o heç. Yəni o heç. O düzgün şey olmayacaq. Mən istərdim ki, keçid eləyək hələ yenə də o keçmiş o cizgi filmlərinə, amma Azərbaycandan biraz aralanaq. Azərbaycan daxildir, amma biraz keçid eləyək Sovet cizgi filmlərinə, Soyuz multifilmin istehsalı olan cizgi filmlərə. Sən mən başlayım, sən başla. Ürək necə istəyir, buyur. Mənim ən sevdiyim cizgi serialı da gedə bilər bəlkə də bu. Hamının əzbər bildiyi Nu Paqadi. Mən istəyirəm ondan danışmaq. Buyur. Nu Paqadi məndə hətta kasetdə var idi. Düzdür, bugün çatdıra bilmədim onu gətirməyə. Lenti onun xarab olana qədər baxdıq. O nə qədər baxırdıq biz ona. O elə cizgi filmlərindən, cizgi seriallarındandır ki, əfsuslar olsun, müasir dövrdə ruslar onu da belə bərbad vəziyyətə saldı. Luboy bir klassika elədikləri kimi. Və bəlkə də mən inanmıram ki, belə həvəslə baxılsın, amma yenə də çəkirlər. Çox qəribə. Hətta bir ara belə bir qadağa da çıxmışdı yanındadır 2-3 il bundan qabaq ki, Nu Paqadi cizgi filmini gecə 12-də versinlər ki, orada siqaret görsənir falan. Allah, güya indi çəkdikləri üzr güya ondan yaxşıdır. Qəribəsi də odur ki də, yəni biz o dövrdə baxmışıq. Heç orada olan mənfi şeylər ki, bunlar nəzərdə tutulur da, nə bu siqaret.
Yəni normal insan, əqidəli insan da baxır başa düşür ki, bu pis şeydir, bu yaxşı şeydir. Dovşanı tutmaq olmaz. Belə şeylər var məsəl üçün. Amma indiki insanlara, yəqin o Z kuşağı deyirlər, o Z nəsli, desən o beta nəsli nədir belə bir şey. Alfa ucu qurtarır. Hindlilər məsəl üçün bir şey göstərəndə gəl 100 dəfə ölçüb bir dəfə biçəsən. Yəni nəsli fərqi var, baxış bucağında. Yox, məsələ ondadır. Bax, nəsil məsələsi boş söhbətdir. Prosta ki, sən gərək qəbul eləyəsən ki, qardaş, sən uşaqla oturub bu cizgi filmlə baxıb maraq yaradasan. İndiki uşaqlar bizim vaxtımızda kimdir? Bizim üçün qoşurdun televizor, qardaş, səhərdən axşamacan televizorda multiklər gəlirdi. Yəni hələ bu belə deyək də pullu televiziya olmayan vaxtı idi. Yəni televiziyada 5-10 dənə kanal var idi. Hərəsinin də özünə uyğun uşaq saatı var idi. O keçən buraxılışda demişdim onda və yenə deyim. Səhər açılırdı, bir şeyə baxırdıq. Smen arası, первый smen, второй smen arasında da nəsə olurdu, hansısa bir kanaldan. Axşam vaxtı gəlirdi, misal üçün kimsə idmanından, kimsə musiqisindən, kimsə hansısa dərneyindən otururdu, misal üçün başqa bir şeylər gəlirdi. Lider TV-dən nə qədər şeylər gəlirdi o vaxt uşaqlar üçün axşam tərəfi. Səhər, flick-flack var idi, mən nə bilim, 1000 dənə şey var idi baş qatmağa. O vaxt rahat idi bu barədə. İndi ki, hər şey var. Amma heç nə yoxdur. Uşaq özü seçim eləyə bilməz bunları. Uşaq özü bilmir, bu yaxşıdır, pisdir. O gərək yanında kimsə otursun, göstərsin ki, qardaş, bax, bu pisdir, bu yaxşıdır. Gəl sənə başqa bir alternativ də göstərim. Yəni, bizdə, misal üçün də uzağa getməyək. Evdə bu uşaq Sovet multiklarına da baxır, Amerikan multiklarına da baxır, o YouTube-un gicbəsər şeylərinə də baxır. Halbuki mən istəmirəm baxsın. Amma var da, yəni mən otururam göstərirəm ona, baxır deyir, nə gülməlidir. O durub demir, nə vaxtın köhnə multikidir, mən nə bilim, Nupagadisidir, Strimenka Makaroninasıdır, nə bilim, Rexdir, Krotdur, başqa 1000 dənə şeydir. Bunlar o demir ki, bu köhnədir, mənə təzə bir şey göstər. Baxır, xoşuna gəlir, uşaqdır da qardaş, onun beynini qidalandıracaq qədər təməl bazı şeylər gördüsə orada, tərbiyəvi, besidir. Ay nə bilim planşet oynadı, telefonda belə elədi, bastı robotlar nə elədi, mən nə bilim zombilər çıxdı, falan şey oldu. Baxırsan sən hər böyük adam daşı həzm eləmir indiki uşaqların baxdığı şeylərə. Düzdürmü ya? Düzdür, amma mən istəyirəm ki, onsuz da həyatımızda bu robot, müasir texnologiya belə şeylər var. Elə istərdim ki, Nu Paqadi ilə biz davam eləyək cizgi filmlərdən. Buyur. Bu Nu Paqadidə bilməm bir çoxları bilir, bilmir. Canavarı kim səsləndirib? Anatoli Papanov. Dovşanı kim səsləndirib? Rumyantsova. Onun hətta bir videosu da var idi o vaxt çəkiliş prosesindən. Çox maraqlıdır. Orada hətta sən bir dənə mahnıda Müslüm Maqamayevdə oxuyur, səhv eləmirəmsə, yoxsa yox, Karuseli fırlananda. O prosta trekdir. Trekdir də. Bax, o cəhətdən, misal üçün, Sovetlərin Nu Paqadisi Amerikanların Tom Jerry'si ilə qəşəng kəllə-kəlləyə girdi o barədə. Yəni, elə bil iki dənə ayrı rejimin bir-birinə mübarizəsi idi. Amma Tom Jerry lap əvvəldən yaranıb da. O düzdür, razıyam. 30 neçənci ildən var idi o. Hətta 40-cı illərdə neçənə Oscar filan da olub. Yəni, Düzdür. amma neyi nəzərə çatdırım? Konsepsiya eynidir. Düzdür. Necə ki, ağla qara var, sıçan varsa ona qarşı pişik var. Dovşan varsa ona qarşı canavar var. Bunlar var, personajlar var. Ümumi konsepsiya daha da oxşarlıq qatan nədir? Musiqi. Tom və Jerry'nin bəstəkarı var idi. Onun üçün musiqilər yazılır. Situativ musiqi idi. Yəni qaçır yıxılır, neysə reaksiya filan. Amma Nu Paqadidə fikir ver, Sovet dövrünün bütün hit mahnıları, bütün nə bilim 15 respublikadan, ətrafdan filan nə qədər gözəl mahnılar var idi. Baba ayaqları dediyin o Müslüm Maqamayev mahnısı, Çort bu Kaliso. O gedir orada. Sonra şey gedirdi. Haram mahnısı dəqiqədən tam para para pam. Onlar bir qraf. Besame Mucho da var orada. Fərqli aranjmanda. Sonra Kalinka tamam fərqli bir aranjmanı. Bilsən hansı seriyasında? Bu şeyin dovşanın dalıcan düşür, maşını sındırır, dağıdır, sonra katokla düşür dalıcan. Pararabam pam 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 pararabam pam tam pam 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 pam. Necə qəşəng evlər. Bir də var deyə orada səhnədə tüstü çıxır, dovşan gəlib Pugaçova kimi belə.
Как айсберг в океане. Çox qəşəng mahnılardır. Bunları biz özümüz niyə oxuyuruq? Çünki müəllif haqqları var. Özümüz məcbur oxuyuruq. Mənim aralıda tamaşaçılarımızın, izləyicilərimizin ən sevdiyi seriyaları hansıdır və ya ümumiyyətlə hansı cizgi filmləri o dövrdə sevirdilər? Elə bu rəy bölmələrində rahat yaza bilərlər. Ki biz də baxaq görək, siz nələrə baxmısınız, hansı seriyalara baxmısınız, daha çox sevmisiniz. Eynən. Sonra başqa cizgi filmlərindən sən də danış. Mən məsəl üçün Prostokvashino deyə bilərəm. O da Prostokvashino da əsər üzrədir. Amma əsərdən biraz fərqləri də var. Orada o desən 3 seriya idi əvvəldə. Sonra onu da təzədən çəkdilər. Onu təzədən çəkdilər. Leopoldu da təzədən çəkdilər. Leopoldun gül kimi özünün köhnə variantı var idi. Ən birincilərdən Hətta Leopold o vaxtda köhnəsi də var idi. Sonra bizim məşhur vaxtımız var idi. 70-80-cı illər. İndi müasir dövrdə düzəldiblər. Yəni mən bir dəfə cəhd elədim, ona baxmaq istədim, baxa bilmədim. Sayız multfilm niyə öz bütün mirasını məhv edir, mənim başım çıxmır. Bəlkə də şey eləmək üçün, tipa olur var olmaq üçün, sübut etmək üçün biz varıq. Varıq təzə bir şey yaratdı. Çiburashkanın təzəsi nə vəziyyətdədir? Çiburashka özü köhnəsi necə gözəldir. Yəni göstərir ki, tamamilə fərqli bir görkəmli bir varlıqdır. Özünə dost axtarır. Və bunun səmimiyyətini içindəki aləminə görə qəbul edirlər, qoşurlar özlərinə. Yəni indiki dövrdə misal üçün gözümüzə soxa-soxa tolerantlıq, mənnəm nə, bax bu bundandır, bunu qəbul eləməlisən, mənnəm nə. Onun yerinə gül kimi bax Çiburashkada göstərir. Misal üçün orada krokodil var, şir var. Bunlar antropomorfdur, insanlarla yaşlar. İki ayaq üstə gezirlər, geyim giyinirlər zaten. İnsanlar da var. Amma bunlarla bərabər bir dənə qeyri-adi bir məxluq, bir dənə Çiburashka. Ya amma qəbul eləyirlər onu. Mahnıları necə gözəldir. Yəni bax misal üçün o dövrdə çox məşhurluq qazanmış mahnılardır. Bəsnə. Şey var idi, məşhur Kuzya. Yəqin. Domovyanok Kuzya. O da bir neçə seriya idi. Kukla animasiyası. Hətta onu da deyirsən, tezəsini deyirsən, səhv eləmirəmsə var. Kinosunu çəkiblər, live action remake. Niyə kinosunu çəkirsə? Gül kimi o vaxt Vitsinin səsi ilə o elə qəşəng səslənirdi. Özdə belə qəribə belə ucqar bir əyalətin bir ləhcəsi ilə danışır orada. Tamam bir ayrı belə şey göstərir. Elə bil ki, min il əvvəlin kişisidir, balaca düşüb ortalığa. Yəni çox gülməli, çox maraqlı bir şeydir. Bax o cür animasiyada Kukulni. Bir dənə qəşəng, amma indilərdə dediklərinə görə depressiv bir dənə animasiya var. Mənim çox xoşuma gəlir cizgi filmi balaca. Azərbaycanca adı gedir Əlcək. Rusca Varişka. Balaca qız olur, istəyir iti olsun. Anası icazə vermir. Geri qonşudan bir dənə balaca küçüyü götürür evə gizlindən. Bu balaca da çıxan ortalığa işir buluyur ortalığa. Anası əsəbləşir. Gəlir, deyir ki, qaytarıqən sahibinə. Qaytarır. Bu da öz əlcəyindən xəyalən də it şey eləyir, yaradır. Oyuna itlərin yarışına zada girir, eləyir. Gəlir evə, qoyur balaca bir dənə nəlbəkidə istəyib, əlcəyi qoyur, başlayır sığallama. Anası gəlir, görür ki, uşaq deyəsən havalanıb, gelib bir dənə küçüyü götürür, verir ona ki, bəs şeydir, gəl. Sənin üçün küçüyü şeydir. Sonra şey var. Umka. Umka musiqisi təsirlidir. Özü təsirlidir. Evi laylaydı. Laylaydı da. Kolыбельная Медведица. Çox gözəl cizgi. Hətta bax sənə deyim ki, indiki dövrdə belə ruslar o cürünə mirasları var da, sırf o Sovet multfilm deyirəm də, onu belə davam etdirə bilmədilər, saxlaya bilmədilər. Bu var. Məsələn, bir cizgi film var, adı yadımda deyil, bəlkə sən bilirsən. O musiqisi də var idi. Tarakan. Fedorina Gorya. O da Çikovskinin səhv eləmirəmsə, əsər əsasında uşaqcana vaxt almışdıq kitabını. Çox qəşəngdir o da. Pintiliyin nə qədər ziyan verici olduğunu göstərir. Sonda gəlib təmizlənir hamısı. Şey ki, biz qayıdın, mən süramızı təmizləyəcəm, qayğınıza qalacağım, samavar zad çıxır ki, посуда вперед и вперед, по полям, по болотам идет. Nələr var? Çox qəşəng. Yəni bilsən, bax o vaxtki cizgi filmləri hamısı dostluğu öyrədirdi. Hətta filmləri belə. Bax Mauglini götürək. Sovetlərin yaratdığı Maugli. O animasiya çəkən, Disney üçün live action remake çəkən Jon Favreau. Dedi ki, mən Kniga Jungle Book'u bir də çəkmək istəyirdim.
baxdım neçə animasiya, Disneyin animasiyasına, başqa ölkələrdə, deyir, Sovetinkinə də baxdım. Deyir, qardaş, siz deyir, o vaxt nələrə baxırdınız? Deyir, bunu deyir, ekranlaşdırmaq olmaz, deyir, bu çox deyir, şeydir, uşaqlar üçün travmatik olar. Nə travmatik, neçə nəsil böyüyüb oynan, Animasiyanın gözəlliyinə bax, səslərin gözəlliyinə bax. Düzdür, orada Sovetlər bir balaca tərcümədə yola verdi eliblər. Yəni, bilməm, bəlkə də Sovetdən qabaq tərcümə eliblər irənçinə. Bagira erkəkdir, onu eliblər dişi. Cizgi filmdə də elə saxlayıblar, yəni şey, Kasatkina danışır. Orada darta danışır. Qrasiyası da elədir ki, elə bir belə Çernil axırda, qara bir Çernil axırda elə dolaşır eləyir. Şırxan Anatoliy Papanovun səsində "Отдайте мою добычу" şedevr idi. Biz orada uşağın boyla balaca boyundan böyük bir yetkin bir fərdə dönməyini izləyirik. Necə sürünün başçısına çevrilir. Nə çətinliklərdən keçir. Kaanla necə hiylə və diplomatiya yolu ilə dostluq qazanır. Gedir necə nədir o? Kürən itlərlə döyüşür, eləyir. Şərxanı parçalayır axırda. Akellanı qoruyur. Nə qədər orada şeylər var. Amma bax indi, например, xaricdə də var idi. Elənçinə cizgi filmlər ki, dostluğu zadı göstərir, deyilirdi. Hətta o şeydə Maugli'dən də betər şiddətli səhnələri olan filmlər var idi. Məsəl üçün İt və Tülkü yadındadır. Yəni o da gözəl bir dostluğu göstərir. Bir-birinə zidd bir məxluqlardır. Biri ovçudur, biri ov. Bunlar ömrü boyu bir-birinə ziddirlər. Amma bunlar uşaqlıqdan dost olurlar. Axırda da yadında da orada ayı ilə, grizzly ilə döyüşürlər. Dəhşətli səhnədir. Yəni necə gözəl bir cizgi filmi. Disneyin mükəmməl işlərindən. Mükəmməl və ən dəyəri bilinməyən işlərindən. Yəni o dövrləri gəldi, bunlar hamısı göstərir ki, dostluq, ailə, zad hamısı yaxşı. Bir dənə qırılma anı oldu, bilmirəm hardan. Bunlar başladılar ki, ailə nədir? Ata-ana nədir? Sən deyir, özün bilərsən necə yaşamaq lazım. Heç kəsə qulaq asmaq lazımdır. Sən dünyaya bir dəfə gəlmişsən, qardaş, ata-anan 100 dəfə gəlib bir həyata. Bunlar bu həyatı keçiblər, bilirlər nə olacaq, necə olacaq. Sənə sığortalamaq üçün məsləhət görürlər. Sən də, mən özüm bilərəm, mən belə yaşamaq istəyirəm. Bu həyat mənimdir, mənnəm nə? Hər şeyi uçurtlar, dağıtdılar. İndi xırda-xırda yığırlar ki, ailə vacibdir, dostlar vacibdir. Biz bir ailəyik, biz bir dostuq, mənnəm neyik? Bax, Tayna Koko. Koko gör neçə il sonra çıxdı. Bütün bu şeyləri, qırıntıları yığa-yığa gəldi ki, ailə vacibdir, nəsli unutmaq olmaz, ailəni unutmaq olmaz. Uşaq orada necə idi? Toçun, bax, bu vaxtacan gələn o şey, çürük animasiyaların o şeyləri ilə gəldi də ki, ailə nədir, mən deyir, şey olacağım, deyir, ulu babam kimi oxuyan olacağım, mən ailəm başa düşmür, neynəmir. Getdi o dünyaya düşdü, ailəsinin görmədiyi üzvləri ilə tanış oldu, başa düşdü ki, ailə nə deməkdir. Çox gözəl təsirli animasiyadır. Məsələn, bayaq danışdığımız işlərdən bir də əlavə eləmək istəyərəm. Mənim fikrimcə, Sovet cizgi filmləri arasında ən gözəl müzikl olan hətta cizgi filmdir. Letuchi Karabi. Dunayevski musiqiləri. Çox gözəldir. Baxırsan, polnometrajında tam metrajlı bir cizgi film deyil, amma o qədər gözəldir ki. Mikhail Boyarskin ifası. Qadının ifası, o sarı saç. Sonra не хочу. Sonra şey, Babki Yoshki. Yadımdan çıxdı personajın adı. Vadinoy. Vadinoy. Ya Vadinoy. O Tabakovdur. Üzdən oxşayır, amma mən bilən odur. Yox, onun səsini qarışdırmaq olmaz, odur. Bax, fikir ver, o vaxtı istər film, istər animasiyada məktəblilərə bir balaca dərslərində kömək üçün də şey edirdilər. İndi o yoxdur. İndi navarat bir sənəcə kinoya gəlib də uşaq dincəlməyə. Qoy əylənsin. Paputnu nəsə bir mənəvi bir dəyər öyrənər. Amma biz misal üçün sənə, düzdür, biz o dövrün uşağı deyilik, amma o dövrün cizgi filmləri ilə böyümüşük. Misal üçün dünya ətrafında 80 gün. Phileas Fogg, Paspartu, sonra Toto meymunları. Mr. Fix. Mr. Fix. Kanevskinin səsi ilə. Если у вас план, Mr. Fix. У меня целых 3 plana. Yəni, gör, orada göstər, bütün dünyanı gezir.
Phileas Fogg oxumuş, savadlı biri ailecənab olaraq Paspartuya oradan da bizə başa salır ki, bax burada misal üçün piramidalardır, bu falan şeydir, bu Eyfel gülləsidir, bunu falan kes icad edir. Maarifləndirir. Maarifləndirir, həm də əyləndirir. 8-9 dəqiqənin içində hamısını çatdırır. İndi elə şeylər yoxdur. Bax misal üçün elə Jules Verne-dən danışmışkən, misal üçün Sovetlərdə Deти Kapitana Granta. O köhnəsi В поисках Kapitana Granta. O Stanislav Gavarukin çəkmişdi. Dedi ki, soruşublar ondan ki, niyə sən Jules Verne-nin əsərini çəkirsən də? İndi dəbdə döyür axı belə şeylər. Deyib, bizim uşaqlarımız, görə, bu elə neçənci ildən geri söhbət. Bizim uşaqlarımız kitab oxumurlar. Və onların deyi itkin nəsil olmamağı üçün kitabı mən ekranlaşdırıram ki, heç olmasa elə öyrənsinlər. Görəsən. Yəni bu adam oturub, özdə filmdə çox gözəl ekranizasiyadır. Sovetin ən güclü, ən qaymaq aktyorları cavan və potensialının güclü vaxtında onlar orada çəkiliblər. Necə gözəl şeylər göstərir orada. Bunlar misal üçün gəlirlər Kapitan Grantın axtarışına akulan qarnından butulkada 3 dildə məktub tapırlar. Birinin bir yarısı silinib, birinin bir yarısı silinib, oxuyurlar, birləşdirirlər. Heç nə başa düşmürlər. Gəlir hardansa göydən düşmə Jacques Paganel. Mən bilirəm. Coğrafiyaçı, alim, akademik. Bax bu o deməkdir, o bu deməkdir, bu deməkdir. Getdik Patagoniyaya. Yox, birdən səhv başa düşdüm. Patagoniya deyil, getdik Yeni Zelandiyaya, getdik məndən hara. Uşaqlar onu oxuya-oxuya, o filmə baxa-baxa oturduqları yerdən bütün dünyanı gezirlər. Paganel kimi. Deyim, mən kabinetimdən çıxmadan bütün dünyanı gezmişəm. Sənə deyim ki, bu kino mövzusunu ki açdın. Məsəl üçün o dövrdə elə bizim necə deyirlər, baxaraq böyüdüyümüz filmlərdən biri də Qırmızı Papaq var, Sovet istehsalı idi. Prekrasnu şapçık. Elektronika, bir də ki Buratino. Mən buna üçlü hesab edirəm həmişə öz tərəfimdən. Çünki bunlara baxanda dalbadal baxırdım həmişə. Çox maraqlı idi. İndi bəlkə də kimsə baxsa deyər ki, bu nədir? Bunu maraqsız, duzsuz bir şeydir. Amma musiqiləri ayrı bir aləmdir. Durimar. Amma şey də ötürür, mesaj da ötürür də. Onu da dostluğu deyirsən, yoldaşlıq, uşaqlar bir yerdə. İndi onu uşağa məktəb həyatını göstərir. Bax necə əyləncəli bir məktəb həyatı ola bilər səndə. Yəni sıxıcı getdim, 2 aldım, gəldim söhbəti deyir. Dostlarınla nələr sən orada kəşf edə bilərsən, özünü kəşf edə bilərsən. Bax indi sən qəşəng mövzuya toxundun. Musiqilərini dedin, necə gözəldir. Mənim ən yaralı yerimdir. Mən özüm də, yəni bilirsən də, bir müddət musiqi məktəbində müəllim işləmişəm. Yəni mən həmişə şey olub ki, yandırıb ki, uşaqlar, misal üçün efirə çıxırlar, ya nə bilim, yarışa gedirlər, konkursa düşürlər. Bax, bu boyda bir dənə cıbıldız çıxır, başlayır. Hüsnün gözəl ayətlərini sevgili... Sən nə bilirsən sevgili Canan nədir? Sevgili Canan nədir, qardaş? Uşaq mahnıları yoxdur. Bax, misal üçün ola bilər, bizdə nisbətdə az ola bilər, amma o deməkdir yoxdur. Götür uşaq mahnılarından oxu. Bax, uşaq mahnılarından nə qəşəng şeylər var. Mən mahnı qoşuram filmində. Uşaqlar üçün çəkilib, Polad Bülbüloğlu'nun ən gözəl musiqiləri oradadır və nəinki onun. Orada uşaqlar da konkurs keçirdirlər, zaten oxuyurlar. Nargilə mahnısını oxuyurlar. Nargiləsiyəm, atamın, anamın bir dənəsiyəm. Bax, odur. Sonra nə bilim, başqa o qədər filmlər var. Elektronikanın özündə, Priключение elektronika. Neydi o? Krılati Kaçeli. Məktəblərdə onları keçməyin əvəzinə uşaqlara elə proqram keçirlər. Ya da bilməm, valideynin təkidi ilə ellər, ya uşağın öz istəyi ilə ellər, düzgün deyil. O emosiyaları uşaq yaşamır, onu necə oxusun? Bax, uşaqlar üçün gör nə qədər gözəl musiqilər var. Bizdə qadınlar oxumur, gəlmişəm otağına, oyadam səni Qaragilə. O vəbşə ayrı temadır. Bizdə vəbşə orada mahnılarda cinsiyyətlər dəyişib. Qadın mahnısını kişi oxuyur, kişi mahnısını qadın oxuyur, o ayrı mövzudur. Amma bu şeydə uşaq filmlərində, Sovet uşaq filmlərində nə qədər gözəl şeylər var. Fikir ver, o vaxtı, bax, bütün bunların indiki vəziyyətin qabağını almaq üçün o vaxt Lüboy bir dənə Sovet filmini qoş, fərqi yoxdur. Uşaq üçün, yeniyetmə üçün, böyük üçün. По заказу Гостелерадио. Dövlətin sifarişi ilə hər cürə
uşaqlar üçün, yeniyetmələr üçün, böyüklər üçün hər cürə film, çox seriyalı film, serial, hər şey çəkirdilər qardaş. Yəni bax, Peppi Длинный Чулок var idi o vaxt. Королевство кривых зеркал, Əyri Güzgülər Krallığında. Sonra nə bilim, Kaşey Bismertni zat, onların rusların özlərinin 1000 dənə qəhrəmanı, İlya Muromets zat, onları elə demirəm. Bizim özümüzdə Bir Qalanın Sirri, Sehrli Xalat, mən nə bilim, Aladdin var idi. bizdə Sovet filmi. Aladdin, o var idi. Yəni hər yaş üçün maraqlı şeylər var idi. Nə bilim, indiki kimi şey eləmirdilər. Yəni bizə necə uşaqları çox bilmiş böyükləri təlxiyə kimi göstərmirdilər ki, yəni belə, getdi məndən o boyda gedə, getdi körpənin tələsinə düşdü. Bir iki dənə də ağlımda var Sovet cizgi filmi, mən də deyim. Funtik var idi, bəlkə yadındadır. İçin Funtik, o da yaxşı. O da 3-4 seri olmalı, səhv eləmirəmsə. Düzdür, sonra 90-larda bir dənə Qoşa çıxdı. O qədər 90-lardan qabaq çıxdı. sonra 90-lara o qədər də o baxımlı olmayan dövrlərə gəlib çıxdı da cizgi filmlər ölü vaxtlarına. Kazaki. Kazaki. Kazaki seriyası, hər seriyası bir-birindən maraqlı və biraz da fərqli bir animasiyada çəkilmişdi. Hətta bayaq bax dedin, bilmirəm indi onlar Sovet istehsalı sayılır yoxsa yox, Krotan Rex Çexiya. sayılır Çerskidir yoxsa Polskidir? Mən biləm Polskidir. deyəsən. Polşa şeyləri də onları, animasiyaları. Çox gözəl cizgi filmlərdir onlar. Bəs nə? Orada da bax çox şey öyrədir. Bax məsəl üçün silsilədə məsəl üçün Rex və quşlarla əlaqəsi. Rex, qarğa Rex və qartal Rex və mənnəm nə. Sonra keçir Rex diş həkimində, Rex mənnəm alpinist. Bir də sarsaç qızdı yandı və oğlandı o. İti gəzdirir və axırda da həmişə happy endlə qurtarır. Bax bir o, bir də Krot. Mən ondan seriyaları uşağa göstərirəm. Uşaq bizə necə sevinirdi. Çox gözəldir. Çox gözəl, mülayim, yəni uşağın ürəyinə yatan bir şeylər də bunlar. Yəni düz deyin, bax bu qədər tərifləyirik bunlar. O demək görə vurub yerdən yerə vururuq indiki müasir animasiya. Sadəcə o dövrdəkiləri də unutmamağa çalışırıq ki, o dövrdəkiləri baxmayanlar da baxsınlar. Bilsən necə ən azından bir 8-9 yaşınacan uşaqlara göstərmək lazımdır. Amma sənə deyim ki, o dövrün cizgi filmi elə çəkilib ki, məncə heç yaş məhdudiyyəti də yoxdur. Yəni biz belə baxa bilərik, bizdən böyüklər də baxa bilər. Əlbəttə. Adam var deyir ki, uşaq zadan baxım ona. Qardaş, bax Hayao Miyazaki var, məşhur animator, bu şeylər Totoro və mənim qonşum Totoro zad onları çəkən, animeləri çəkən məşhur Kiki's Delivery Service. Yəni bu adam özü Sovet animasiyasına ilhamlanıb. Snejna Korolyevadan. Ondan danışacaqdım indi. Bir də Norstein'in şedevri Yojik v Tumani. Bu adam deyir ki, siz deyir sevinməlisiniz bu animatorları başınızın üstündə gezdirməlisiniz ki, belə animatorlarınız var, belə sənət əsərləri çəkir. Onlardan ilhamlanıb bütün dünyanı fəth eləyəcək animelər çəkib. Düzdür. Yəni bu elə belə Bəlkə də biz qədrini bilmirik. O vaxtı hələ bəlkə də dabrosu verilməmiş nə qədər şedevrlər batıb. Çünki özün bilsən də Sovetlərin senzurası müəyyən qadağalar var. Arada bir absurd dərəcədə sərt idi. Hətta bir cizgi film də var. Bilirəm ki, o da sənin çox sevdiyin cizgi filmlərdəndir. Buyur. Bremenski Muzikantı. O da əsəba müzikaldır. Bremenski Muzikantını gördüyümüz hala salan Vasili Livanov idi, Sherlock Holmes. O əgər bu bitlamaniyanı, fikirsin Beatles-a oxşayırlar biraz orada personajlar. Bu estrada musiqisini o animasiyaya salmasaydı, biz bəlkə də ən gözəl şedevrlərdən birindən məhrum olacaqdıq. Və orada birinci hissədə yox, ikinci hissədə Müslüm Maqomayevin səsi Luç solnsa Zalatova. Birinci hissədə amma hamını bir nəfər səsləndirib. Oleg Anofriyev. Oleg Anofriyev orada Ataman şanında oxuyub, Trubadur'da oxuyub, səhv eləmirəmsə hətta şeydə oxuyub, Karol'da oxuyub, Karol'da orada mahnı yox idi birincidə. İkincidə amma var idi. Sonra Sıçık var orada. Sıçık'ı Müslüm Maqomayev oxuyub. İkincidə Ataman şanında Müslüm Maqomayev oxuyub.
Qəşəng bölüşüb öz aralarında. Не желаем жить, по-другому не желаем быть. Super mahnılardır onlar hamısı. Yəni təsəvvür elə, o vaxtda hələ belə şeylərin plastinkalarını da satırdılar qulaq asmağa. Yəni bax o animatorun çəkdiyi, hətta burada qeyd eləmişdim səhv eləmirəmsə. Həmin o Bremenski muzikantın animatoru Inessa Kovalevskaya. Daha bir dənə belə qəşəng muzikalni bir multiki var. Yadındadır Şirdən Tspağa. Я на солнышке лежу. Tararara. Bax onu da o çəkib. Biraz şeyə oxşar, amma elə bir akvarellə çəkilmiş, biraz elə bir impressionistlərin çəkdiyi bir cizgi filmi də var. Голубой щенок. Bəlkə baxmısan. 100% случайно baxmısan. Yəni indi misal üçün qulaq assan mahnı hırdan qırılarsan bəlkə də. Orada it oxuyur deyir, ah, почему я голубой? Bu голубой щенок da balaca bir dənə küçüyü idi. Charlie Chaplin papağı kimi katilokda gezir də. Heç kəs bu ilə dostlaşmaq istəmir. Bu da elə bir rənginə görədir də. Deyir ki, niyə mən belə maviyəm? Bu ilə də sonra gəlir dostluq eləyir dənizçi. Orada pirat obrazı var, səsləndirib Mikhail Boyarski. Qara pişik var, Andrey Mironov səsləndirib. Var, Rıba Pila, o Gratski səsləndirib. Bu yaxınlarda rəhmətə getdi o da. Pişiyin mahnısından bilərsən bəlkə də. Я не знаю неудач, потому что я лавкач. Коль дорогу перейду, попадете вы в беду. Попадете вы в беду. Надо жить играючи. Надо жить. Ola bilər, ola bilər. Orada mişar balığının mahnısı vəbşə qırğındır. Gratski orada əməlli başlı dağıdırsan. Sesi horacan gəlib çıxır. Bax gör mütləq xoşuma gələcək. Sonra Çunga Çanga var idi. O da gözəl idi. Daha sonra Antoşka var idi. Bax bunlar hamısı fikir verir muzikalini. Ən sonra musiqilərini gör yadda qalıb. Musiqisi ilə mətni elə idi ki, musiqin biraz zümzümə ilə kimi istərsəniz mətnindən də parçalar gəlirdi beynivə. Obusun adı nə idi? Человек собаки друг. Bax o ayrı məsələdir. Orada Bobik Gostях у Barbosa. Bu pəncərənin qırağında oturub belə lotlanır ki, mən burada keyf eləyirəm, özüm üçün necə istəm yaşayıram zat. O dərəcəyə qudurur ki, kişi evdə olmayanda. Amma mən kişinin deyir, orada qapının ağzında saxlayıram. Deyir, biraz gördüm qızışır, süpürgəylə zadla vururam. Hətta o xəyallarını gəlir, ipi tutur, kişi gəlir. Человек собаки друг. Çox gözəl cizgi filmdir. Bir də bir cizgi film var. Düzdür, onu açığı mən o qədər də belə dəyicəsinə sevmirəm. Bəlkə sən sevərsən. Hansıdır o? Kapitan Vurungili. Onun biraz o Çerkasovun animasiyası. Animasiyası o qədər mənə ürək açan gəlmir, amma orada banditlərin mahnısını xüsusi vurğulamaq istəyirəm. Çerkasovun Bandito. Мы бандито, гангстерито. O, yeah. O animasiya şeydə də qəşəngdir. Ostrov Sakroviş. Bir də Doktor Aybalit. Doktor Aybaliddə bir dənə mahnı var idi. Mən onu knişkada tapmışdım. Belə balaca bir dənə kitabı var idi. Uşaqcan oxuyurdum orada. Mahnını eşidəndən sonra o misraları şehirdəndir onlar. Vəbşə muska ilə başlayırdım onu oxumağa. Deyir. Маленькие дети, ни за что на свете не ходите в Африку гулять. Şeylər ki, Afrikada şirlər var, pələnglər var, krokodillər var, bir də barmaley var, yiyər sizi. Şir dedin, yadıma düşdü o. Mir Животным mahnısı girdi, hansı cizgi film idi o? Подарок для самого слабого. O çox gözəl cizgi filmdir o, dəhşətdir. Bax o da qəşəng Orada dostluq zat söhbəti var. Dostluq yox, orada cəsarət söhbəti var. Orada nədir? Sonda amma birləşirlər. Bunlar hamısı gəlir ki, bəs mənim üçün gəlib padarka, bəs hədiyyə mənə gəlib yazılıb üstündəki ən zəifinə. Canavar gəlir ki, ən zəifi mənəm. Kaban gəlir, ən zəifi mənəm. Tülkü gəlir ki, ən zəifi mənəm. Dovşan qalıb yazılıb qıraqda əsə-əsə.
Şür çıxır orada qutunun içindən deyir, kimdir burada ən zəif? Hamısı qaçır gedir. Dovşan qalır. Bu deyir, sən niyə qaçmadın? Gözləri dolur belə. Deyib, deyir, ən zəif mənəm axı. Deyir, bu düzgün dördə mənə görə niyə kimsə deyir şey olsun da. Onlar deyir, yalan deyiblər. Mənəm zəif, mən şey işdə gələndə deyir, yo, deyir. Mən deyir, sənə görə gəlmişəm də bura. Və səni qorumağa gəlmişəm. Necə gözəl animasiyalar var idi. Mesaj da gözəldir. Şey var, Tri Banana yadındadır. O gözəl əsərdəndir. O da gözəl əsərdəndir. O şey Patrick yollayır onu seyirbaz. Promoy şey kosmosdan ayrı bir planetə. Gəlir ki, mən deyir 3 dənə banana axtarım, deyir, sakit, ses çıxartma. Geyir, gör ki, əjdaha qoruyur şeyi. Boysa mnie. Deyir ki, şeydə qorxuram məndən, qorxmuram. Qorxmuram dedikcə balacalaşır, olur sərçə boyda. Sonra şey var idi, Tayna Tretya planeti. Bax, bu ayrı liqadır. Tayna Tretya planeti, sənə deyim, bu bir silsilə əsərinin bir hissəsidir. O baş qəhrəman qız var orada, kürən saçlı, qısa saç qız. Oğlan oxşayan. O qız Ghost iz Buduşeva filmindəki Alisa Seleznyova-dır. Yəni prototip oradan götürülür. Yox, yəni eyni qəhrəman haqqında bir neçə roman var. O romanlardan, misal üçün, Ghost iz Buduşeva kino eliblər, Tayna Tretya planetini animasiya eliblər. Bir də bu yaxınlarda nəsə kinosu çıxdı. Necə idi, ay Allah, belə qəribə, belə kəlləmiyallıq adı var idi. O, yəni qrafika ilə zadla belə atışma, zad, Alisa Seleznyova böyüyüb, nə edib, maraqlıdır. Amma bu maraqlıdır. Burada bir balaca saflıq da var, action da var, detektiv də var. Yəni gənc izləyicini qabaqdakı maraqlanacaq janrlara keçid eləmək üçün həvəsləndirici qəşəng nüanslar var. Orada şey var, Planeta Jelezyaka. Bunlar gəlirlər, sistema meduzu axtarırlar planetləri zadı. Birdən sos gəlir. Bəs kömək eləyin, bizdə epidemiyadır. Planeta Jelezyaka. Bəs ölürük burada, pis vəziyyətdəyik, kömək eləyin. Qız vurur informasiya, görsün nə çıxacaq. Planета Железяка, полезных ископаемых нет, еды нет, воды нет, населена роботами. Görürlər ki, robotlar başına hamısı pis vəziyyətdə. Uşaq vaxtı o səhnə mənə ləzzət elirdi. Musiqisi var, pişi kosmosdur. Sonra şey var idi. Ablaka hansı çizgi filmdən idi? Mahnı. Aba o yadımdadır. Amma musiqi yadımdadır. Sonra Ablaka. Gör nə qədər mahnı çıxdı ortalığa. Bayaq keçdiyi adını dedi. Mənim üçün bir trilogiya var. Leopold, Winnie Pooh, bir də deyəcəm üçüncünün adını. Bircə dəqiqə. Carlson. Mənə gəlir ki, bu üçlüyü baxanda həmişə uşaqlıqda da dalbadal baxırdıq da biz birinin ardıyca. Leopoldun məşhur olan bir 9-10 serisi var ki, biz baxmışdıq da. Əvvəlkilər yox, ortada. Onlara da baxmışam. Onlara da baxmışam, amma ki ən çox o sevilən də o rəngli belə deyək, daha doğrusu. Oradakı mahnılar da möhtəşəmdir. Bu mahnılara toxunduq. Bax misal üçün köhnə Kurucu, pedali kurucu. Bax köhnələrini deyirsən, köhnələrində də qəşəng orada mesajlar var. Bax misal üçün göstərir orada deyir ki, Leopoldu biz necə tanıyırıq? Həddindən artıq mehriban. Sadə löv. Gəlin dalaşmayaq, mehriban olaq, mənlə nə olaq? Həkim gəlir, bunu gör ki, günə qoyublar sıçanlar. Sənə deyə azvirin lazımdır. Dərman verir buna. Qız düşür ortalığa, deyə indi hamımızı deyə. Çox qəşəng. Yəni göstərir ki, həyatda çox belə sakit olmağa dəyməz. Arada bir... İki dənə sıçan kimi də adamlar var həyatda. Bəs nə, onlara arada bir yerlərini göstərmək lazımdır. Həyata buraxmaq lazımdır ki, bumerangdır, nə vaxtsa ona dəyər eləyər. Arada bir azvirin içmək lazımdır. İsti vaxtında. Bəs nə? Sonra nədən dedim? Carlson. Carlson Astrid Lindgren'in əsərindəndir. Qəribə deyil. İsveç ədəbiyyatı da. Hə. Qəribə bilsən nədir? Carlsonu baş açmaq olmur ki, uşaq xəyal eləyib, yoxsa xəyal eləyibsə, xəyali bir dostdursa. Frankenbooker'dan orada şeyləri çıxartdı ortalığa. Hamısı sonra bir yerdə oynayırlar, yallı gəlirlər, qapı döyüldü. Atası, anası, давайте я вам покажу Carlsona. А где твой Carlson? Он улетел, но обещал вернуться. Yəni
bir dənə o nüansı qəribədir, amma ümumiyyətlə çox gözəl любой istənilən bir həyəcanlı anda spokойствие, только spokойствие. Yəni sakitləşir, indi çıxış yolu tapacaq. Narahat olmağa dəyməz. Narahat olmağa dəyməz. O dediyim Winnie Puh'da da Fyodor Khitruk'un ən gözəl animasiyalarından biri. Məndə Alan Mill'nin kitabı var, Winnie Puh. Uşaq üçün gör nələr yığıb doldurmuşam evdə, hər şey var. Götürdüm, göz gezdirdim. Nə yaxşı ki, animasiyada redaktura söhbəti var. Nəinki animasiyada, yəni istənilən adaptasiya məsələsində redaktura söhbəti mütləqdir. Lazımsız şeylər yəni ədəbiyyatda ola bilər bu lazımdır kitabda. Yazılır ki, sən təxəyyülün işləsin, oxuduqca təsəvvür eləyəsən. Kinoda, multikdə lazımdır bu. Qəşəng orada keçiblər bunların hamısını. Bəzi personajları çıxardıblar. Nəm Christopher Robin'dir zatdır. Tigrulya, Kenga filan onların hamısını çıxardıblar. Düzdür, onları Amerikanlar 80'ların axırında qəşəng bərpa elədilər. Çox serial elədilər. Ayrıca tam metrajda elədilər. Amma Khitruk'un animasiyası bizə daha yaxındır. Bu personaj yəni özündən şey çıxartmır da. Yəni bizə şey eləmir ki, bu meşədə yaşayan bir heyvandır. Bu yəni biz yavını bilirik ki, içi doludur bunun taxta ilə filan bu oyuncaqdır. А внутри у меня опилки-сопилки сочиняю я неплохо иногда. Da. Yəni bilir özlüyünü ki, bu oyuncaqdır. Durub özündən mən ayı yamzat demir. Amma bal üçün də ürəyi xərabdır. Hər bir istəyinə ayı kimi də. Pitaçok. Pitaçok, İya Savina'nın sesinə. İya Savina'nın sesini səhv eləmirəmsə ya Anna Axmatova ya Bella Axmadulina'nın sesinə yaxın eləyib öz sesini orada ki Pitaçoku şeysin. Leonovu seçiblər ki biz Winnie Puh üçün. Əvvəl şeylər ki şu Leonovun sesi hara, Winnie Puh hara. Yazıblar, sürətləndiriblər zapisi. Если я чешу затылки не видно, голове моей опилки да. Amma mən hərdən fikirləşirəm ki, bu istəyir animator olsun, rejissor olsun, o son seçimləri həmişə uğurlu alınır. O deyirlər məsələn, əslində istəyirdi başqasını çəkmək, amma bunu çəkib fikirləşirəm belki başqası olsaydı ya başqası səsləndirsəydi. Filmlərdə də olur, səsləndirmədə də olur da. Bir dəfə səninlə danışmışdıq, bu talihin ironiyasında da belə bir məsələ var idi. Başqalarını seçmək istəyirdilər, amma məhkəmə qisməti. O düzdür. Amma biz heç vaxt bilə bilmərik ki, onlarla yaxşı olacaq deyə yox. Ən azından baxdığımızda əgər aşiq oluruqsa, seviriksə, mən bilən gözəldir. Mən hətta bir şey deyim, o müstəqillik dövründə də Rus animasiyasından mənim çox sevdiyim bir dənə iş var, bir cizgi film var. O da ki, Karliknosdur. Bizim dildə burun cırtdan gedir tərcümədə. Burun ya qozbel belə qəribə tərcümədə. Qozbel burun. O Melnitsa studiyası çəkib, məşhur Melnitsa studiyası. O da necədir? Çox, hətta deyir, izləyənlər, bu kino şünaslar və kino adamları izləyəndə Disneydən ayırt edə bilməyiblər o dərəcə. Yəni ki, o hətta o 16-cı, 17-ci əsrin qəsrləri, divarlar, qəsəbə, ana satıcı olur, xiyar pomidor satır, ata ayaqqabıçı olur. Bu da təmiz uşaq olur da. Cadugar da lazımdır ki, belə bir təmiz, saf uşağı yoldan çıxartsın. Təmiz qəlb lazım. Təmiz qəlb lazım. Əlini daqalın üstünə qoysun. İstədiyini elətdirsin onu. Musiqilər çox gözəldir. Musiqilər çox gözəldir. İfası çox gözəldir. Yəni böyük adam oxuyur. Böyük adam oxuyur. Amma bununla belə elə hiss elətdirir ki, yəni yeniyetmədir sanki. Və belə məsələ var. Deyir ki, həmişə deyir, kommersiya məqsədli çəkilən filmlər, cizgi filmlər həmişə o deyir, sənət sevgisi ilə üst-üstə düşmür də. Bu, məsəl üçün, çəkiləndə arası 2 milyon 500 min dollar xərc çəkilib bu filmə. Amma 659 min dollar qazanc əldə olunur. Elə niyə? Bəlkə də tamaşaçı etibar eləməyib, fikirləşib ki, yaxşı olmaz. Neçə ildən sonra, neçə böyük aradan sonra 2003-də çəkilib, 2005-də yayımlanıb da bu iş. Amma 2003-ə qədər Rusiya cizgi filmləri nə vəziyyətdə idi, o bəli məsələdə 90-lardan çıxan bir ölkə, hər bir ölkə kimi də, o 15 respublika kimi çox gözəl idi və illər keçsə belə arada ildə bir dəfə mən ona baxıram. Çünki həqiqətən də maraqlıdır və elə çəkilib ki, heç bir xarici Amerika filmindən də fərqlənmir. Amma ondan sonra, hətta bu cizgi film haqqında oxuyanda da gördüm mən.
Bu şirkət başlayır konveyer üsuluna, bu 3 baqatır, belə bir şey başlayır onlar kimi. Onlardan sonra deyir ki, bu işlərinin keyfiyyəti öldü, zəiflədi. Yenə də necə belə çəkirlər, amma başlayırlar o konveyerə, tap. harda konveyer rejimi var, oradan keyfiyyət yoxdur. Keyfiyyət ölür onda. Və insanlar da o şövqdən, o sevgi ilə işləmirlər. Bu belə söz var, Lord ilə bas getsin. Amma belə işləməklə heç bir effekt əldə edə bilməzsən və heç bir zövq də ala bilməzsən. Geri dönüşdəki yenə də o kassız bora baxır da, cəmaət gələcək, gəlməyəcək. Ard-arda da ştamplayanda maraq olmur. Tamaşaçı da gedib baxsın. Bax, mən sənə bir şey deyim. Bayaqları danışırıq səninlə ki, bax, bu uşaqlara təsirindən, animasiyaların filan. Düzgün bir mesaj ötürüləndə həmişə düz hədəfə deyir. Sən amma həlləm-qəlləmlik eləyəndə ya da ki, həddindən çox qarpuzu bir əlində tutmağa çalışanda aləm qarışır bir-birinə. Bax, misal üçün də indiki dövrdə verilən o hədəflər məlum məsələdir. Nə verirlər? Neyin davamı qeyrindir. Amma biz sənlə balaca olanda baxmışdıq 2002-ci ilin məhsulu olan DreamWorks-ın istehsalı Spirit. Spirit ən gözəl 2D ilə 3D-nin calağı, az qismən 3D-nin calağı olan ən gözəl heyvanlar haqqında filmlərdən biridir. Həmin animasiya bizə nəyi göstərir? İstər mahnısı ilə, istər vizualı ilə, istər süjeti ilə, hər bir şeylə. Həyatda sənin qabağına çoxlu çətinliklər çıxa bilər. Qarma-qarışıqlıqlar ola bilər. Hər bir şey sənə qarşı olurmuş kimi ola bilər. Amma sən gəlir sınmayasan. Sən gəlir dayanmayasan, durmadan irəli öz hədəfə doğru. Onun da hədəfi nə idi? Öz ailəsinə qayıtmaq. İnsanlar onu tutur, onu ailəsindən uzaqlaşdırdıqca sındırmaq istəyirlər, onu ram eləmək istəyirlər, onu minib gezmək istəyirlər, istər ağdərlilər, kovboylar zatlar, istər əskərlər, kovboy dedim, istər hindular, heç kimə icazə vermir belinə minməyə, heç kimə. Bir dənə o şeydən başqa, hindudan başqa, adı bulaq idi desən, ruçi yox. Ondan başqa heç kəsə icazə vermədi. Amma yenə də hədəfindən yayınmadı. Bir an belə olsun yayınmadı, getdi çatdı. Bryan Adams'ın musiqisi. You can't take me, I am free. Mənə deyil, sındıra bilməsiz, mən azadam. Yəni, belə mesajları olan bir animasiyadan yetişən nəsli heç kəs qıra bilməz. Sənə deyim, Matt Damon səsləndirib özdə Spirit'i, bağışda sözü kesdim. Uşaqlığımın ən sevdiyim cizgi film idi və inanırsan, elə dünən də baxdığım bir cizgi film var idi, sənə də məsləhət gördüm, Mosli. O qədər oxşarlığı var, baba, həmin məsələ ilə. Burada da heyvanı çox incidirlər, çox qəribə bir məxluqdur əslində. Kim baxmayıbsa baxsın, Rusca Tayna Mosli gedir, belə Mosli gedir adı. Ayaqlar falan fildir, filə oxşayır ayaqlar, amma belə həm də atla eşeğin də qarşılığı, çünki bunun boğazına keçirdir adamlar şeyə, başladı torpağı şumlamağa, dartmağa. Bu qədim dövrlərdir. Belə bir dövr qoyulmayıb, çünki insanlar da müasirdir falan belə. Bu nəyə şey eləmək istəyirəm? Göstərir ki, insanlar necə vəhşidir, amma heyvanda ailəni qorumaq instinkti var. Uşaq vaxtı balaca heyvan anasını itirir, sonra özü gedir ailə qurur, amma başladı sonra bunu yeri şumlamaq üçün istifadə edir. Davay, vururlar qamçısını, get qabağa, get, şumla falan, gözündən yaş gəlir. Baxır ki, uşağı da balacadır. Uşağın yanında bunu vururlar, döyürlər, incidirlər. Gör ki, uşağın yanında bunu atanı şeylər də sındırırlardasa. Çox təsirli və həssas nöqtələr toxunan bir cizgi filmdir. Mütləq izləməmişsə izləyin, maraqlı. Çünki Spiritlə bəzi şeylər toqquşur. Orada da ailə münasibətləri var. Bu anasını necə sevir? Çox sevir anasını. Sonra elə olur ki, ayrı düşürlər bunlar. Sondan mı desən, qayıdıb gəlir də Spirit öz yerlərinə. Yəni, qarşında hədəf varsa, heç bir şey səni saxlaya bilməz. Bax, bu mövzuda bir dənə qəşəng bir nümunə. Disney'in Renesans dövrü. 90'lar. Little Mermaid, Rusalçka, sonra o Beauty and the Beast, Aladdin, Lion King. Bunların hamısının çıxdığı dövrdə, bunların hamısına qismən ya da tamamilə kömək edən Jeffrey Katzenberg gəlir Disney'in rəhbərliyinə. Biz bu qədər sizə gəlir götürmüşəm. Bu 4 dənə cizgi filminin ümumi gəliri milyarddan yuxarıdır. Biz xahiş edirəm mənim maaşımı ya da ki ümumi qonorarımı qaldırasınız.
Otururlar, götür qoyurlar, deyirlər ki, biz buna eləsək, sabah bir gün istənilən bir animator ya da rejissor gəlib deyəcək ki, mən də neçə dənə hitə imza atmışam, mənimlə maaşımı qaldırın. Dedilər, yox. Qaldırmırsınız, deyir, yox. Onda gəlir, ərizəsini yazır, çıxır gedir. Gedir, görüşür Steven Spielberg'lə. Steven Spielberg də deyir ki, mən də çoxdandır istəyirəm animasiya sektoruna girişim. Bəlkə deyir, acığı çıxasan. DreamWorks-u yaradırlar. Onlar DreamWorks-u yaradırlar. DreamWorks-u yaradırlar və orada fikir vermişsənsə DreamWorks SKG. Spielberg, Katzenberg, Gaffen. Bunlar 3 nəfərin yaratdığı bir şirkətdir. DreamWorks. Bu, bilmirəm, hardansa xəbər tutur ya ümumiyyətlə yarış başlayır nə olursa, bunlar başlayırlar 2 şirkət, Disney, DreamWorks, eyni anda, eyni ildə qarışqalar haqqında cizgi filmi çəkməyə. Biri Flick, biri Ants, hə? Biri çəkir qarışqaların həyatı, həşəratların həyatı. Bugs Life, Rusca gəlir Приключения Флика. O birisində də Ants. Rusca adını səhvən qoyublar, Murabi Ants. Əslində söz oynadı orada. İngiliscə Ants zına yazılır qarışqalar. Personajın da adı Z-dir. Ona görə yazanda yazılır Ant, zını da böyünə Ants. Mən elə bilirdim ki, amma əvvəl bu Flick'in ardıdır. Mən də elə bilirdim. Balacaydıq axı. Bizim üçün nə fərqi var? Qoyğun getsin. Qarışqadır. Onlar göydü, bunlar qaradır. Birdən-birə bunlar başladılar çəkməyə. Hər 2 cizgi filmi qismən uğur qazanır. Baxmayaraq ki, Katzenberg'in sayəsində, həm də Spielberg'in avtoriteti sayəsində, Ants'ın səsləndirməsində Woody Allen, Danny Glover, Sylvester Stallone, Gene Hackman, Jennifer Lopez, daha kimi deyimsə, ulduzlar da səpələniblər multika. Animasiyanın içində ən əcda aktyorlar səsləndirirlər, üz quruluşları da oxşardı özdə. Sadəcə olaraq Katzenberg çox tələsdirdi şirkəti ki, tez olun, qabaqlamalıyıq, biz birinci olmalıyıq, o da ziyana işlədi. Yəni, bilsən, multikin bir konkret bir mövzusu yox idi. Neçə dən mövzuya birdən toxunurdu, özü ağır mövzulara. Müharibə mövzusu, mən nə bilim, hakimiyyət devirmə cəhdləri, mən nə bilim, irqçilik, bu mövzulara toxunurdu. Halbuki, Приключения Флика. Orada elənçən dərin söhbətlər yox idi orada. Flickdə nədir orada? Rənglərindən hətta hiss olunur ki, belə uşaqları nəzərə alıb, rəngarəng gəliblər. Sarı rəngləri çoxdur, göy rəngləri çoxdur, işıqlı şeylər çoxdur. Onların torpağına çəyirtkə kimi şeylər gəlirdi. Onlara mafiya üslubu, çəyirtkələrə Hopper. Uça-uça gəlir öz bandasına. Hopper'də kim səsləndirib? Kevin Spacey. Amma üzdən o şey Chris Rock'ın oxşayır. Yaşa. Taç. Kopya. Gəlirlər bunlar ki, bizim yeməyanı. Yeməyi də yoxa çıxırıb Flick'in icadına görə. Səhvən də tələm-tələsi atır, bütün yeməyi aşırdır, əfəl. Aləmi qatır bir-birinə. Bunlar gəlirlər ki, biz axırıncı yarpaq düşəndə gəlirik. 7 samuray. Deyirlər, neyniyə gerək deyir, döyüşçü qurtlar tapaq. 7 samuray. Sirkə gedirlər, orada tapırlar. Bu gedir şəhərə. Həşəratın şəhəri nə olacaq? İnsan evinin bir hissəsi. Gəlir, gör, qurt, quşdu, oldu orada, min cür həşərat yaşayır. Elə bilir, bunlar döyüşçülərdə təsadüfən. Orada milçəklərlə bunlar haqq hesabı olur. Banka çönür eləyir. Bunlar çıxırlar oradan pafosunu belə. Yanlar deyir, bunlar döyüşçüdür. Getdik. Bunlar gəlir xilas eləmək falan. Doğrudan axırda xilas edirlər. Amma bunun konkret bir motivi var. Bu birisinin motivi çox oynaqdır. Personajları biraz belə deyək, künclüdür. Yəni, hamarlıq yoxdur. Rəngləri daha tündür. Mövzusu da tündür. Orada misal üçün bitlərlə, birələrlə müharibəyə gedir qarışqalar. O da necə? Generalları qarışqaların yalandan şeydir ki, birələr bizim koloniyamıza hücum edəcəklər. Biz birinci davranmalıyıq. Mənim birələrin heç vecinə döyür. Görürlər orada pir müharibəsi. Heç kim sağ qalmır. Bir dənə Antsdan başqa. O da gəlirdi ki, müharibədə heç kəs qalib gəlmədi. Hamı qırıldı, çatıldı zat. Əla, sən sağ qalmısan. Biz qalib gəlmişik. Mənim nə? Bu da sənin öz oyunlarını aparırdı general. Çox qəşəng çizgi filmdir. Amma vaxtında heyf ki, dəyər verilməyib. Sənə bir şey deyim. Biz retro çizgi filmlərindən danışdıq. Ümumiyyətlə, bu buraxılışı ona həsr eləmişik də.
Ümumiyyətlə cizgi filmlərinə. Deyərdim ki, Disney-dən DreamWorks-dən də başqa bir şirkət var ki, mənim sevdiyim cizgi filmlərin bir çoxunun istehsalında rol oynayıb. Buyur. Buena Vista. Buena Vista tanış gəlir. Sən bundan danışasan. Robin Hood benim Disney'in deyil. Hər ikisi də var burada. Məşhur əfsanənin ya dastanın əsasında çəkilmiş animasiya, klassika. Bunun ümumiyyətlə Robin Hood'un çox versiyası var. İstəyir kino kimi, istəyir seriala kimi falan. Amma hədsizdir. Doğrudan da sənin dediyin kimi bu əsli klassikadır və başlayandakı musiqisindən sondakı musiqisi xoruz, gitarada deyirsən, stardadır. İstəyirəm sən danışasan ki, tamaşaçılar da yəqin ki, yadlarına salırlar o dövrün ən gözəl cizgi filmini. Yəni burada əslində danışılası o qədər də çox bir şey yoxdur. Yəni sadəcə olaraq personajları çox gözəl obrazlarını heyvanlara uyğun bölüblər. Çox gözəl çəkiblər. Çox gözəl çəkiblər. Yəni insana yaxın həmin bu animasiyada işlətdikləri rotoskopiya şablonlarını sonralıqca bir çox şeylərdə istifadə edirlər. Məsəl üçün yox, tərsinə Belasnyashkada istifadə olunan rotoskopiya şablonlarını götürüb burada işlədiblər. Diqqətlə baxsan, bunlar Sherwoodda şənlənəndə orada Lady Marion'dan bir dənə it gəlir rəqs eləməyə. Həmən şablon Belasnyashkada qnomlarla bir yerdə rəqs edən, Belasnyashka özü də ağca gəlir onlarla bir yerdə rəqs edirsə, eyni sxem niyə şey ediblər? O vaxt bahalıdır axı hər şablonu zadı yaratmaq. Xaltur eləyiblər. Xaltur eləməyiblər. Götürüblər, misal üçün də hazır sxemdir. Onun üstünə çəkiblər ayrı personaj. Amma eyni hərəkət eləyir. Eləncəsinə çox animasiyalar var şeydə, Disneydə. Misal üçün 101 Dalmatin orada itlərini yalamaq şeyini götürüblər Maugliyə, ya tərsinə hansı birinci çıxıb. Maugli'nin orada gəlir canavarlar yalayır. Eyni sxemi götürüb salıblar ora. İndi buna gəldiklər Robin Hood'un özündə orada. Mənə həmişə ləzzət eləyən personaj orada şey olub. Şerif Nottinghamski. Şerif Nottinghamski. Canavar. Özü iri belə canavardır. Axırda alovlanır, qala bir yerdə döyüşürlər Robinlə. Çox gözəl sən. Uşaq vaxtı mən həmişə belə həyəcanla baxırdım ki, nə olacaq bunun axırı görəsən, nə olacaq? Amma deyim sənə ekranizasiyalarından Robin Hood'un mənim fikrimcə. Kevin Costner, Morgan Freeman, Alan Rickman, o bir qızın adı yadından çıxdı, Lady Marionu oynayan, kim bilirsə yazar. Mastrantonio. Mary Elizabeth Mastrantonio. Əla vaxtlarıdır. Kino özü super, atmosferi super, Kevin Costner'ın cavan vaxtları, hələ bir də ona oxşayan Christian Slater, o da orada cavan vaxtları, hələ ki B kateqoriyasına sürüşməmişdi. Amma bir də bizim valideynlərimizin pokoleniyası bilər, o vaxtı Robin Hood'un qəşəng bir serialı da var idi. Uzun saç, uzun qara saç oğlan. O da Sherwoodda gizlənirdi şeylər. Oradakı personajlar da maraqlı idi, hadisələr. Finalı vəbşə maraqlı idi. Robin öləndən sonra bandanı təkləyirlər. Gəlib öldürmək istəyəndə birdən günəşin belə batdığı yerdən bir siluet çıxır, oxla qovur orada hamısını. Çox maraqlıdır orada. Bu yaxınlarda təzə kino çıxır. Robin Hood'un ölümü. Hugh Jackman oynayır. Ona görə baxaq. Hamı ucu pisləyir. Hamı deyir ki, bu nə bərbad kinodur. Kinoteatra çıxmayıb. Heç nə çıxmayıb. A24 firmasının çəkdiyi şeydir, studiyasının çəkdiyi filmdir. Gəlib baxaq. Treylerinə mütləq bax, xoşuma gələcək. Bir suyu Logan oxşayır. Eyni aktyor canlanır. Eyni aktyor, eyni obraz, eyni situasiya. Qocalmış bir qəhrəman. Yəni həyat ölüm məsələsidir orada da. Çox uzaqlara getdik. Bir balaca yaxınlara gələk də. Misal üçün Baba Ayaqları dediyimiz Disneyin Renesansı. Ona keçəcəkdim. Gözəl və Çirkin, Aladdin mənim üçün ən möhtəşəm müzikallar sayılır. Gözəl və Çirkində bəstəkarı Alan Menken, Tim Rice, orada sözdən yazır, burada da. Onlar işləyirdi o vaxtı. O da onların monopoliyası idi. Bilmirəm. Amma sənə risk eləmirdilər. Yeni adam cəlb eləməyə yaxşı eləyirlər, risk eləmirdilər. Bəlkə də belə lazım imiş deyir, düşünürəm. Çünki musiqiləri, əsas musiqiyə toxunuram, indi ətraflı danışacağıq. Mahnıları hər biri şedevrdir. Gastonun mahnısı, Şamın mahnısı,
Sonra Qızın mahnısı, Belin mahnısı. Onları Azərbaycanca tərcümə eləmişdik biz. Oxumuşdu aktyorlar, vokalistlər. Çox gözəl alınmışdı. Sən bilirsən ki, bu gözəl və çirkin əslində əsər əsasındadır. Əsər də olan şey əsasındadır. Charlie Perron da, səhv eləmirəmsə. Yox. Charlie Perron'dur. Charlie Perron var ona oxşar əsəri, amma Eyni Charlie adlı. Perron əsəri oxşayır Alenki Tsvetochik cizgi filminə. Orada çünki var 3 bacıdlar, ataları gedir səyahətə, gəmi qəzaya uğrayır, gəlir Çurbun adasına, orada gül görür, o gülü istəyir qızı üçün götürsün, bədeybət qoymur filan. Oxşardır. Motiv eynidir. Amma bədeybət belə deyək, başçı. Çünki prins daxı hardan çıxdı ortalığa? Avropada var idi. İspan bir zadəganı ya da şəhzadəsi. Belə bir xəstəliyi var idi. Xəstəliyin adını dəqiq bilmirəm. Belə bütün üzü tüklə örtülü olurdu. Və buna gözəllər gözəli bir şəhzadə vurulur. Bunlar evlənirlər. Şəhzadənin vecinə dörddə, onun üzündə tüklər var filan. Deyir, nə olsun ha? Mən səni sevirəm. Evlənirlər, uşaqları olur, qız uşağı, o da elə doğulur. Bütün üzü gözü tük içində. Yəni bu olan əhvalatı bir qadın götürür, əsərə salır, roman eləyir. O roman əsasında da həmən cizgi film yaranır. O cizgi filmdə də bizim gördüyümüz bədeybət artıq o əsərdəki kimi yox. Çünki o əsərdə Charlie Perron gözəl və çirkininə yaxındır. Yəni bədeybət tək-tənha adada yaşayır. Vəssalam. Disney götürdü neynədir? Bunun ətrafını doldurdular qulluqçularla, hansılar ki döndülər çaynika, şamdana, saata, şkafa, mən nə bilim ona buna. Saray işçiləri. Və uşaqlar üçün cəlb edici elədilər də bir növ. Yoxsa qoysalar ancaq Gastonla orada şeyin döyüşünü o fəlakət olar. Uşaqlar ona baxa bilməzlər. Amma bu ilə belə necə gözəl, necə maraqlı, necə əyləncəli bir şey alındı ortalığa çıxdı və öyrədici. Bel belə deyək də Bel bir də Jasmine. Bunlar ikisi Disney'in ilk belə deyək feministləri idi. Yəni diqqətlə baxsan, biri deyir ki, mən deyir azad həyat istəyirəm. Deyir, mahnıda deyir, axı kimə lazım belə həyat. Yəni bu həyatı istəmir. Bu istəyir belə bal yaşasın belə deyək. Onun üçün də o Gastonun zadı hərrəmir. Halbuki yaşadığı ərazinin ən belə İmkanlı. layiqli bəyi odur. Namizəd. Namizəd. Bütün kəndin qızları, qəsəbənin qızları bundan ötürü ölür. Bunun da ürəyi xərabdır onu rədd eləyən qızdan. Həmişə elə olur. Jasmine də əsrlərlə qoyulmuş adət-ənənələrə qarşı gedən qızdır. Atası gəlir deyir ki, növbəti ad günüvə qədər ərə getməlisən şəhzadəyə. Deyir, mən deyir, istəmirəm məcburiyyətlə, mən istəyirəm sevgi ilə. Deyir, mən deyir, şəhzadə ilə evlənmək istəmirəm, mən nə eləmək istəmirəm. Yəni, bu da onlara qarşı çıxır. Bu iki dənə, belə deyək də, buzqıran gəmi gələcəyin digər personajları üçün təməl oldu. Çox gözəl, çox gözəl. Mulan da həmçinin. Aladdin'də o məşhur balkon səhnəsi var, Romeo Julietta kimi. Orada gözəl duet səslənir. Onu biz uşaq vaxtında rusca baxmışıq da. Mahnılarında rusca səslənib. Ən sevdiyim duetlərdən biridir sənə deyim. Xalça ilə uçurlar onu sən. Çox möhtəşəmdir. Sonra orada əsas Cafarı qeyd etmək istəyirəm. Cafar elə bir personajdır ki, mənfi qəhrəman olsa da adam ləzzət edir ona baxmaqdan. Adam var mənfi ayda bunun sifətini görmək istəmirəm, amma çox gözəl işləyiblər. Danışıq tərzi, hərəkətləri, gülüşü, saqqalı belə qəribə saqqalı. Aladdin də tamam fərqli ola bilərdi. Aladdin deyib prototip kimi deyirsən Tom Cruise-dan götürüblər belə bir şey işin. Eynən, üz quruluşuna hə. Amma Aladdin-də orada cin daha qorxunc olacaqdı. Hə. Sonra Robin Williams. Robin Williams çox gözəl səsləndirdi. Bir də səsləndirdi, iki də İncili onlarla səsləndirmədi. Qanarlara görə. Yox. Onlar bilirsən ki, birinci hissədə o hədsiz improvizələr eləyirdi. Durmadan improvizə eləyirdi. Yəni misal üçün 20-30 səhifəlik replikası varsa, 100-200 səhifəlik improvizasiyalar eləyirdi. Gəldi dedi ki, o lentləri deymirsiniz. Reklam, marketing, zat heç yerə buraxmırsınız o lent yazılarını.
Deyirlər, hə, yaxşı yola verirlər bunu. Başladılar reklamları zada buraxmağa, özlərindən çəkili animasiyasını zadı. Bu incir onlara deyir ki, yox. Götürürlər 3-cü hissədə onu dəvət eləmək üçün könlünü almağa, Picasso'nun orijinal şəklini bağışlayırlar, rəsmən üzr istəyirlər, mənnəm nə edirlər? Deyir, yaxşı. Qayıdır 3-cü hissəyə, 3-cü hissə bal. Atası ilə olan hissə. Amma ora getmirik indi. Birinci hissədə orada hətta ərəb ölkələrini qıcıqlandıracaq səhnə də var. Hansıydı o? Yadındadır o O lent məsələsi, hə? dua var orada nəsə. Dua var orada, lent arxasını silirdi. Ay sağ ol. O məsələ. Mahnının içində. Mahnının Friend Like içində. Me. O mahnının içində o səhnə o qıcıq yaradır. Ərəb ölkələri şeylər, qarşı reaksiya verirlər ona. Amma belə bütövlükdə götürsək, dövrün ən gözəl animasiyalarından biridir. Çox. Hər bir mahnısı, hər bir səhnəsi dəhşətdir. Yago, Abu, onlar da yaddan çıxarmayaq. Beşinə. İncəllər bizdən. Və misal üçün bunları bir qırağa qoysaq, Disney-in 2000-lərdə çəkdiyi animasiyalar da çox gözəldir. Ayı qardaş, Hə, 2 hissəli. 2 hissəli. Birinci hissə. Onların ikilərinə dəyməyən. İkiləri sırf DVD və kaset üçün buraxılıb. Yəni o keyfiyyət də odur. Yəni ekonomik ellər ikinci hissələrdə. Ona görə o effekt verir. Büdcədə pul olmur. Bilmirəm niyə elə eləyirlər. Yəni daha çox qazanmaq üçün daha az xərcli eləyirlər, nə eləyirlərsə. Yəni baxanda hiss olunur. Fonda filan çəkilişdə. Birinci hissə Ayı qardaşlar. Çox gözəl detallar var. Yəni orada göstərir ki, bu necə səhlənkarın biri olur, kinayı. Sonra gəlir buna totem çıxır, ayı. Sevgi totemi. Hirslənir şey ki, bu nədir? Bunun səhlənkarlığından bunların yığdıqları balıqları ayı yeyir. Gəlir ki, öldürəcəm ayını, nə edəcəm? Böyük qardaşı deyir ki, eləmə. Deyir, sənin totemin ayıdır, sən ayını öldürməməlisən, olmaz. Yox, öldürəcəm, nə edəcəm? Gəlirlər, bunun ucbatından böyük qardaşı özünü qurban verir ayı ilə döyüşdə. Bu daha da əsəbləşir, gəlir ayını tutur, öldürür. Elə olur ki, toteminə görə yer dəyişirlər. Ayının ruhu uçur gedir bədənində. Bu özü dönür ayıya. Və başlayır soralıqca. Bunun dalınca düşən ortancıl qardaşından qaça-qaça həmən öldürdüyü dişi ayının körpəsini qorumağa. Koda. Onu qoruyur, çatdırır o biri ayılara falan dostlaşır. Bunun dünya görüşü dəyişir. Başa düşür ki, ayılar da monsterdir. Monster özüdür. Yəni insanlar bunu təkləyirlər, eləyirlər. Çox gözəl orada mesajlar var Ayı qardaşda. Belə animasiyalar indi yoxdur. Bax, misal üçün başdan ayağa yumor, satira, 4-cü divarın qırılmağı İmperatorun macərası. Paxarjen İmperator. Cusco. Əslində adını düz tərcümə eləməyiblər rusca. Orada The Emperor's New Groove. Yəni İmperatorun yeni ritmi. Çünki orada görürsən də başlayan kimi belə qəşəng bir orada estradlı mahnı gəlir. Da, oxuya, girir qapıya təpir. Vся klova. Keyf edir, gör, egoistin biri olur. Təpədə yaşayan cəmaatı qovub yerinə orada özünü Kuskatopiya tikmək istəyir ki, keyf eləsin. Deyini gözdə. O izma var, zəhərləmə istəyəndə Kronk götürür başına qərəb qarışdırır. Kronk komediyadır da. Başdan. Onun ayrıca da hissələri var ya. Hə. Çəkilib. Yəni o Mənim ən sevdiyim cizgi filmdir. ən gözəllərindən biridir. Orada yəni Deadpool-a qədər 4-cü divarı qırıb bizi güldürən bax. Düzdür. Hətta sən mahnı dedin. Mahnılarla bağlı çox gözəl bir cizgi filmdə mənim fikrimcə Herkulesdir. Oy, necə yadımdan çıxdı bu mənim. Herkules də deyirlər. Herakles. Herakles, Herakl. Orada qadınların xoru başlayan kimi Beş səsli. dəhşət bir şeydir. Yəni onun o stildə sonra daha çəkilmədi. Həmin animasiyanın yubileyinə həmin o 5 dənə qadın yığışlar təkrarladılar o potensialını. Yaşdaşıblar, amma ses dəyişməyib və o necə gözəl oxuyublar. O sənin любимый kinon var ya, Однажды в Америке. Oradakı Max neydi? Woods. James Woods. James Woods ayıdı səsləndirib. Ayıdı elə səsləndirib. Oxşayır biraz üzdən də. Mən deməzdim. Gözləri. Mən deməzdim. Mən onu daha çox oxşadıram. Christopher Walken-a. Amma necə xoşuna gəlibsə obrazı, necə xoşuna gəlibsə rolü. Bir müddət sonra gəlib deyiblər ki, biz multik çıxmayacaq, biz bağlayırıq zaten. Büdcə yoxdur, pul vermirlər bizə.
Deyir nə qədər çatmır ki, deyir filan qədər. Mən deyir besplatno oxuyuram. Mənim qonorarımı verməyin. O qonorarına multiki deyir bərpa eləyin. Bob Hoskins, yox, Danny DeVito şey rolunda. Keçir kimi. Filaktet. Film. O obraz mənə necə ləzzət verir. Hazırlayır onu, hazırlayır. Deyir ki, mən deyir həmişə Elə prototip də özü deyə balaca bu. mən həmişə elə bilirdim ki, o Bob Hoskinsdir. Daha çox oxşayır. Deyir ki, şeydir, mən həmişə istəmişəm ki, ulduzlarda mənim deyir tələbəmin deyir fiquru olsun. İnsanlar da baxıb desin ki, bu film yetirməsidir. Finalda olur. Necə ləzzət elədi mənə o. Bir də şey məsələsi var orada. Bu yaxınlarda öyrəndim onu da. Yanında titanları azad edirlər. Titanlar gəlirlər, Zev səni öldürəcəyim. Düzəllənirlər ki, Olimpə. Aid gəldi ki, Olimp bu yandadır. Birincisi gülməlidir o. İkincisi də ki, titanlar səhv getmirmiş. Onlar həbs olunana qədər, sən demə, bütün o panteon, o Yunan tanrıları yaşayırdılar o dağda. Bunlar onu bilirdilər. Bu titanlar tutulandan sonra köçdülər Olimpə. Ona görə bu dedi ki, Olimp вообще-то на той стороне. Biz o yana getməliyik. Orada nə qədər gülməli şeylər var. Özdə Zevsi ruslarda Şurik səsləndirib. Demyanenko. Bilirdin? Yox. Bax onu bir də Şəhzadə Quyquşunda Rot vardı. Demyanenko'nun sesidir. Mən onun o səsləri gözləmirdim. Çox gözəl oturub o səslər ona. Özdə gəl neydi onun adı? Megeranı şeyləyir ki, yoldan çıxardır. Ayıd ki, gedgən Gerkulesi də pişirməyə zada. Gəl deyir ki, biz onun deyir zəif yeri yoxdur. Gəl şey ki, yox deyir, o deyir başqadır. Deyir, ay neyi başqa deyir ona? O kişidir də deyir, nə deyə bəyənmək deyir, get başını pişir. Çox qəşəng cizgi filmdir. Bir də var, bəlkə çox baxmayıb, mənə elə gəlir. 86-cı ilin buraxılışı istehsalı Mışın Detektiv. Redegan. Henry Mancini musiqisi ilə çox gözəl, çox O da Sherlock Holmes'dan Sherlock Holmes'un sıçan adaptasiyası belə deyək. Yəni birə-bir də Moriarty'nin yerinə Redegan, Watson'ın yerinə Dawson, Sherlock'ın yerinə Basil. Çox gözəl, autentik bir. Çox qəşəng çəkilib. Həm də az gedir. Hə. 1 saat 5 dəqiqə, 10 dəqiqə bir şey gedir. Yəni çox getmir. İndiki uşaqlar üçün qoyun rahat baxsınlar özləri üçün. Mənə gəldirsən o da Buena Vista'nın Disney'in qarşılığıdır deyəsən. Ola bilər. Özdə final 80-lər filan. Qurtardı. 80-lər bir balaca Disney üçün o qədər ürək açan olmamışdı. Hə. Mənim ən sevdiyim animasiyalardan biri Qara Qazan. Çorny Kotel. Hə. O vaxtı çəkdilər. Heç kəsin xoşuna gəlmir, hətta qorxulu idi bəziləri üçün. Mənim amma çox xoşuma gəldi. Bu yaxınlarda uşaq üçün qoydum, onda maraqlı gəldi. Qara Qazan lazımdır ki, belə başı buynuzlu belə kəllə şər qüvvə deyək. Eləsin. İdarə eləsin bütün dünyanı. Amma Qara Qazan sonra onu sorur özünə. Çox gözəldir. Yeni müasir cizgi filmlərindən də maraqlı şeylər demək olar. Məsəl üçün bizim uşağın sayəsində əzbərə bildiyim artıq Mitchell'lar maşınlara qarşı. Netflix və Sony. İkisi bir yerdə. Qırğın qiyamət bir yumor hissi var cizgi filmində. Həm də müasir texnologiyalar da var orada. Hə. Bir balaca müasir şey də var, podtekst də var, Netflixdə, neynəmək olar. Amma ümumilikdə belə götürsən dəhşət gülməlidir. Həm də sizin dublyajda bir şey yıxıl yerə qırılırsan gülməkdən. Orada qəşəngdir, itləri var ya, Monchi. Monchiyə nə qədər gülürəm mən orada. İtin gözləri hərəsi bir tərəyə baxır. Lazım olan anda belə sıxır, başı titriyə belə yaxınlaşır. O cizgi filmdə deyə, bura bizim də belə Azərbaycanda çox baxılmayıb. Heç yerdə çox baxılmayıb. Niyəsə? Yayılmayıb çox. Halbuki baxılmalıdır. Məsəl üçün qaranlıqdan qorxan uşağınız varsa, məsləhət görürəm bir dənə maraqlı cizgi filmi. Orion və Qaranlıq. Çox gözəl bir cizgi filmdir. Uşaq gecələri yatmaq istəmir. Evdə deyir ki, işıqları yanıq qoyun, qorxuram deyir qaranlıqdan. Axır qaranlıq özü qərbi ilə danışmağa. Yəni niyə qorxursan da məndən? Mən gör nə qədər maraqlı işlə məşğulam da burada. Götürür onu özünə aparır. Bütün dünyanın üstündən uçurlar gecə qaranlıqda.
göstərir ki, bax mən qaranlıqda bax nələr şeydən, bax mənim dostlarım var, biz bir yerdə işləyirik, şirin yuxu var, mən nə bilim orada qıcıqlandırıcı səslər var, mən nə var. Bunlar hamısı bir yerdə uçurlar, ev dolaşırlar şeylə. Bu bütün dünyanın üstünə uçur, qaranlığı verir. Arxasıcan da gəlir günəş, işıqlıq. Bunlar belə bir-birinin dalınca gəlirlər. Çox gözəl, maraqlı bir cizgi filmdir. Məsləhət görülür ki, baxasınız. Deyirəm bu günlük bu cizgi filmlərlə buraxılışımızı yekunlaşdıraq. İnşallah növbəti buraxılışda maraqlı filmlərlə, elə cizgi film də ola bilər, seriallarla qarşınızda olacağıq. İnşallah. Sağ olun, salamat qalın. Sağ olun.